Əziz müsəlman bacı və qardaşlar, bugün biraz sizlərlə səmimi söhbət edəcəyik. Gəlin bugündən birgə razılaşaq ki, hər səhər yuxudan oyandıq, elə öz sadə dilimizlə bir salamla da olsa sağ olan imamımızı yada salaq. Bir düşünsənə, İmam əleyhissalamı ki, bizim dövrümüzdə olmayıb, onu görmədən bu qədər sevirik. İmam Hüseyn əleyhissalamı ki, necə əzizləyirik, ya digər imamlarımızdan hansısa birinin həyatda olmasını necə də istəyərdik. İndi ki, onlar yoxdur, amma onların bir övladı, bəli bir məsum imam hal-hazırda həyatdadır. Gizli olsa da yaşayır, bizdən xəbərdardır və qərar budur ki, gəlsin, zühur etsin. Dünyanı əzab-əziyyətdən, ədalətsizliklərdən, qəm-qüssədən azad etsin. Bax, elə sən, təsəvvür edə bilirsən, düşünəndə bəlkə də sənin də mənim kimi gözlərin yaşarır. O, Allaha ən yaxın şəxsdir ki, onun vasitəsilə biz dünya və axirət saadətinə çata bilərik. Özü söyləmişdir ki, sizin bütün halınızdan biz xəbərdarıq. Gününü onunla danışmaqla başla və de. Ya İmam-ı Zaman, bugün Allaha yaxşı bəndə, doğru insan və cəmiyyətə faydalı biri, özümə aid olan vəzifələrimi düzgün yerinə yetirən biri olmaqda mənə kömək ol. Bugün günaha düçar olmayım, yıxılmayım, insanlara əziyyət verməyim, ibadətlərimi vaxtında yerinə yetirim. Sən bu ümmətin atasısan, bizi öz başımıza buraxma. Gün ərzində nə zaman çətinliyə düşsən, onu səslə. Ya sahib-əz zaman, ədriklə. Gecə yenə də imama bir salam verməmiş yatma. Əssalamu aleykə ya sahib-əz zaman. İmam Zaman ağa ilə ünsiyyətdə olan ariflərdən biri demişdir. Dilinizdən çıxan sözünüz öz qulağınıza çatmamış, İmam Zaman ağanın qulağına çatır. Bəs onda danışın, ürək sözlərinizi ona deyin və onun gəlişi üçün çoxlu dua edin ki, bu elə özümüzün, övladlarımızın, bütün dünya müsəlmanlarının gələcəyi üçün lazımdır. Digər ariflərdən biri də deyirdi ki, əzizlər, qısa cümlələrdə dediyim bu sözləri qulaqlarınızda sırğa edin ki, qiyamətə qədər yadınızdan çıxmasın. Bir-birinizlə dost olmayınca imam zamanımız gəlməyəcək. Bir-birimizə rəhm etməsək, bir-birimizə məhəbbət göstərməsək, mehriban olmasaq, qəm-qüssəmizdə, dərd-sərimizdə bir olmasaq, yerə yıxılan bir nəfər üçün 100 nəfər köməyinə qalxmasa, heç bir şey düzələn deyil. Bir gün birgə olmağımız, imamımızın gəlişi və dünyanın çiçəklənməsi ümidi ilə cüməniz mübarək. Esselamu aleykə fil-leyli izə yəğşə və-n-nəhari izə təcəllə. Esselamu aleykə eyyuhəl-imamul mə'mun